o günləri həyətimizdə bir qadın var. Mənə deyir ki, Məhəbbət, sənə belə bir sual verim ki, bax, elə bil ki, biz işləyirik, pensionu veririk də. Dedim, aha, hamımızın maaşından tutulur. Dedi, o yığılır da elə. Sonra deyir, biz 65 yaşına çatanlar, pensiyaya çıxanda o pensiya bizə ömür boyu yaşayırıq verilir. Deyir, 64 yaşında ölsəm necə? Deyirəm, ölürsəm verilmir. Deyir, bəs o pulu mənim pulumda vermişəm, yığılıb. O mənim ailə üzvlərim ala bilər. Dedim, yox ay bacı, sən öləndə pensiya söhbəti də ölür. Onu heç kimə də vermirlər. Mən dedi, çox maraqlıdır. 15 illik kredit götürmüşəm. O söhbət də ölürmü? Dedim, yox, o ölmür. Onu sənin əbə-əcdadına qədər tapıb o pulu onlardan alırlar. Sənin bütün nəslin o pulu 15 il müddətində ödəməlidir. Dedi, bu nətər olur ki, bir şey ki, onlar mənə verməlidir, onda söhbət ölür. Bir şey ki, məndən almalıdırlar, onda söhbət ölmür. Baxdım, nəsə belə boşluğum var. Mənmi bilmirəm, bəlkə nəyisə düz bilmirəm. Dedim, bu barədə maraqlanaram. Sonra fikirləşdim ki, niyə özümü yorum, niyə başıma ağrıdım, nə kreditim var, nə pensiyam var. Belə şeylərlə özümü niyə